Allahdan istəyək, bu gecələrlə nəbzimizi düzəldək, mənəviyyatımızın, ruhumuzun nəbzini düzəldək. Görək bu gecələrə nə qədər həvəsimiz var. Görək bu gecələrdən gözləntimiz nə qədərdir. Görək bu gecələr nə qədər hal tapırıq. Görək bu gecələr nə qədər diqqətliyik. Və bu gecələr başlayandan axıra qədər görək nə qədər dəyişildik. Çünki olmazın faydalarını bizə bəxş eləyə bilər bu gecələr. Bu gecələrə diqqətli olmaq lazımdır ki, nemətin şükrünü yerinə yetirmiş olaq. Nemətin şükrü də ancaq özümüzə xeyir. Ona görə bu 10 gündə hər gün ziyarət aşırı oxumaq lazımdır. Günahdan çəkinmək lazımdır. Allahla razı niyaz etmək lazım. Allahdan eləhi istəmək lazımdır ki, ilahi, bütün övliyaların, bütün alimlərin gözünü bu 10 gecəyə dikib. Mən də bu 10 gecədə maksimum fayda aparmaq istəyirəm. İstəyirəm bu 10 gecədə aşiq olum. İstəyirəm bu 10 gecədə nurani olum. İstəyirəm bu 10 gecədə Əbu Abdillah Hüseynin həqiqi eşq karvanına mən də qatılım. Onlar ki, İmam Hüseyn əleyhissalamın aşiqləridirlər. Mən də onlara qoşulum. İlahi, mənə kömək elə.